Mən hələ çöl piləkanları, istipol olan bir ev görməmişdim. Onu gördüm harda? Astarada. Əzizlər, Astaranın belə deyək, mərkəz küçələrinin birində, yəni şəhərin özündə bir dənə həyət evindəyik. 6 sot rəsmi kupçalı həyət, yanı torpaq, işığı, qazı, suyu, optik interneti. Bir dənə buna baxın. Yunan stilində bir dənə ev tikiblər. Elə bir dənə ev tikiblər. Mən 5 ildir hər formada evə girmişdim. Belə bir dənə ev görməmişdim. Onu da gördüm və siz əzizlərimə göstərəcəyim indi detal-ba-detal. Əzizlər, qapıdan girdik. Bax, həyətdir, geniş, böyük. Hörmətli operator yavaş-yavaş gəlsin. Bizim bir bağımız var. Bu həyət, onu da deyim, qonşu həyətlərin hamısından yarım metrə hündürdür. Yəni, kişinin oğlu o qədər bura palçıq töküb. Yarım metrə hündürdür. Qəşəng bar verən ağacları, 30-dan çox bar verən ağaclar var. Kənar hamısı meyvə ağaclar, 4 tərəf hasar. Şəhərin özü, kombisi ayrı quraşdırılıb, bax görürsünüz. Kombi ayrı, pitivinutka ayrı. Yəni, yoxdur. Bu məhəllədəki hamısı maşallah qəşəng samballı evlərdir. Gedə evin için görsün. Çox ideal, gəl, çox qəşəng. Bax, bura giriş koridor. Ayaq yolun elə bir dənə yerə yerləşdiriblər ki, heç kimə maneçilik eləməsin. Ev bütövlükdə istipoldur. Geniş, böyük bir dənə sanitar qovşaq, tam təmirli. Bir dənə burada mətbəx var. Nə boydana, geniş, böyük bir dənə mətbəx. Gördüyünüz kimi qəşəng düzəldiblər. Evin ümumiyyətlə interyer, eksteryer dizaynına söz ola bilməz. Bax, bu boyda zal biz axırıncı dəfə harda görmüşdük. Belə bir dənə zal. Hörmətli operator, keç oradan bir dənə buranı belə görsən, boy genişliyi görsünlər. Hamısı istipol. Bax, görürsünüz evi. Tərtəmiz, hazır, gir yaşa, kondisioner. Bunun bir dənə panoramik pəncərəsinə baxın. 1, 2, 3 metrə yarım hardasa bir dənə panoramasıdır. Birbaşa baxır dağlara. Geniş, böyük qonaq otağı, əzizlər. Bu boyda qonaq otağı olar. Bunu bölgünə ilə 4 dənə otaq. Bizim yataq otağımız da var. 2 dənə yataq otağımız var. İkisi də təmirli, hazır bir dənə mənzildir. Alıb köçüb yaşayırsan, pəncərə də görürsünüz, böyük. Yəni, şey atmayıblar belə. Ara kəsmə atmayıblar ki, qoy gözəl görünsün. Birbaşa mandarin bağına baxır. İkinci yataq otağımız da əzizlər. Bax, görürsünüz. Təmirli, hazır vəziyyətdə. Onu da deyim ki, bu evdən heç nə çölə çıxmayacaq. Kondisioner, divan, kreslo, stol, stul, heç nə çölə çıxmayacaq. Nə görürsünüz, burada qalacaq. Buradan dənizə 3 dəqiqəyə getmək olur. Şəhərə 2 dəqiqəyə çıxırsan şəhərin düz mərkəzinə. Buranın tikintisi haqqında burada işləyən ustalar, fəhlələr, bizim əziz qardaşlarımız, zəhmətkeş qardaşlarımız, elə Astara uşaqları işləyiblər. Onlar özləri bu videoya rəy yazsınlar ki, kişinin oğlu zülm